Bazarda hamı pul qazanmaq istəyir. Ancaq kimsə itirir, kimsə qazanır. Dostum, bugünkü videoda mən sənə bunu açıq-aydın göstərəcəm. Bəlkə orada özünü tapa bilərsən və özündə dəyişikliklər eləyə bilərsən. Ona görə də kanala abunə olursan, video sona qədər baxırsan və bazarda hansı yerdə olduğunu görürsən dostum və özündə böyük dəyişiklik eləyirsən. Biz isə getdik. Bu qızlar temadır burada özünün. Deməli millət, birinci, tez-tez bazara girib gəlin birinci biz danışaq itkisi olanlardan, birinci itirənlərdən danışaq. Çünki uşaqlar, keçən həftə bazarda elə bir şey baş verdi ki, mən bu dəqiqə burada saxlayacağam. Həftənin əvvəlində çox gözəl gəlirdi idi və həftə sonuna elə bir hoqqa qurdular ki, traderlar yazsınlar, necəsiz, sağsız millət. Mənim nə qədər itkim oldu, mən sizə burada göstərəcəm. 10.000 dollar itkim oldu uşaqlar Forex-də, 10.000 dolları. Mən həmən gün bağladım. Hal-hazırda deyəcəklərim yerdə mən də varam. Amma uşaqlar, bu mənim swingim idi və mən buna hazır idim və bunu qəbul eləyirdim ki, əgər belə bir situasiya baş versə, mən filan yerdən artıq öz məbləğimi fiks eləyib çıxacam, axıra kimi batmayacam. Millət, mən heç vaxtı swinglərdə balansı batmağa qoymuram, marja da əlavə eləmirəm. Çünki uşaqlar, funt out baxa bilərsiniz. Görün necə bir hadisə baş verdi və bu belə bir kriz çoxdan olmamışdı uşaqlar. Belə bir şey çoxdan olmamışdı. Biz hələ yaxşı çıxdıq bazardan. Millət, qrupda, siqnalda tez çıxanlar qazandılar. Gözləyənlər stop oldular. Stop loss qoymayanlar isə millət getdilər. Ya marjasını partlatdılar və yaxud da ki, ya da az lotla açıbsa hələ də gözləyərlər. Bazar çünki qayıtmalıdır uşaqlar. Hal-hazırda heç bir siqnal verməmişəm. Çünki millət, mən təsdiq almadan heç bir siqnal verməyəcəm. Deməli, uşaqlar, bazarda baş verən belə bir hadisələr, bunlar iskuliçeniya deyilir rus dilində buna. Bunlar çox nadir hallarda olur. Bu manipulyasiyadır. Yəni, belə şeylər olur. Mən sizə real hesabda hər şeyi göstərirəm, real göstərirəm, millət. Bu, yəni mənim hesabım idi, yəni 10.000 dollar mən itirdim, bağladım həmən əməliyyatları. Bunlar hamısı məndə idi. Sonra stop loss'da olan böyük balans, o birisi hesablarda olan balanslarda da yüngül itkilər var idi. Sadəcə stop loss oldular uşaqlar, vəsyo, vəssalam. Yəni mən batmamışam, mən buradayam və mənim komandam da ayaq üstədir. Nəyə görə? Çünki biz nəsə bilirik. İndi isə uşaqlar, keçək görək, itirənlər kimlərdir? Görək onların arasında siz varsınızmı, yoxsa qazananlar içindəsizmi? Tez-tez bazara girib çıxanlar, uşaqlar, əvvəl mən də belənçinə idim. Ümumiyyətlə, mən nəsə danışıramsa, mən o yolları keçmişəm, hamısı məndə var, YouTube-da. Mən nə isə yalan demirəm sizə uşaqlar. Əgər birinci də baxırsansa dostum, deyə bilərsən ki, hə bu belədir. Belə deyil idi. Köhnə videolara baxa bilərsən. Mən də hardan başlamışam və itirənlər içində olmuşam. Sonra necəsə oldu, mən qazanmağa başladım. Aydın olurmu sənə? Yəni necəsə oldu deyəndə ki, sən artıq bir dəmiri neçə dəfə döyürsənsə, o qədər əzilir, düzəlir və yararlı hala gəlir məsəl üçün. İtirən kütləmiz tez-tez bazara girib çıxanlardır millət. Özünü gördünmü burada? Məsəl üçün, mən görürəm. Elə uşaqlar var ki, 60 dənə əməliyyat açıb. Forex-də 60 dənə əməliyyat, mən heç binarda o qədər əməliyyat açmırdım. 60 dənə əməliyyat açıb. Yəni adam yəqin ki, balaca time frame-də day trade eləyir və yaxud da ki, hourly trade eləyir, yəni saatlıq tradelər eləyir və yaxud da ki, tez-tez girir çıxır. Yəni bu indi adamın öz seçimidir. Əgər qazanırsa heç bir problem yoxdur. Sadəcə yəni mənim psixologiyam üçün deyil o. Ona görə mən onu seçməmişəm. O çox aşağı time frame-lərdə simbolik Forex-də spread deyilən bir şey var. Yəni spread adamı bir də görürsüz ki, yəni əməliyyata girəndə spreadlərə baxın. Burada mən sizə göstərəcəm. Spreadlər bax uşaqlar burada göstərilir və həmən spreadlərə baxmaq lazımdır və əməliyyata girmək lazımdır. Çünki gecə vaxtı spreadi böyük olar, getdi. Yəni bir dənə spreadə bir də gördün ki, nə qədər komissiya çıxacaq. Brokerin linkini aşağıda saxlamışam dostum. Keçid alıb qeydiyyat eləyə bilərsən və bütün əməliyyatlarına komissiyalarda endirim qazana bilərsən və bizim VIP siqnal qrupuna qoşula bilərsən. Əlbəttə ki, Instagramda yazırsan və məlumat alırsan. Pulsuzdur dostum. Tez-tez girib çıxanlar burada itirirlər. Yəni tez-tez girib çıxmaqla siz çox qazanmayacaqsınız. Oldu mu uşaqlar? Keçək biz ikinciyə, görək ikinci növ itirən insanlar kimlərdir? Stop loss istifadə eləməyənlər. Stop lossdan istifadə eləməyən adamlar. Millət, stop lossdan istifadə eləməmək üçün sizin swing trade-də biraz təcrübəniz olmalıdır. Bu necə yarayır işə? Məsəl üçün, hansısa bir valyuta deyək ki, maksimum dərəcədə qalxıb, maksimum dərəcədə baxırsınız da, görürsünüz ki, aylığın maksimumundadır, illiyin maksimumundadır. Bəli, oradan siz hansısa bir swing əməliyyatasınızda balaca lotla
Stop lossuz aça bilərsiniz. Amma yenə də sizin fiks bir məbləğiniz olmalıdır ki, bu məbləğ qədər minus getsə mən bunu bağlayacağam. 1000 dollarım var, 500 dollara qədər getsə məsəl üçün mən bunu bağlayacağam. Heç olmasa öz balaca pulumu çıxardım. Mən uşaqlar qoymuram heç vaxt batmağa. Mən görürəm ki, swingdə belə bir şey baş verdi. Çox nadir olur. Yəni çox misal gətirə bilməyəcəm sizə. Bir o dünənləri oldu, o günləri 5-ci gün. Bir də ki, nə bilim, çoxdan olub. Yəni belə şeylər çox nadir olur. Bu belə olmur həmişə. Prosto bazardır da uşaqlar. İndi manipulyasiya eləyirlər. Özünüz bilirsiniz, hər gün bir dənə xəbər çıxardırlar. Güya orada müharibə gedir, burada nə bilim nə gedir. Dollarla bütün dünyanı, dollar ən böyük silahdır uşaqlar. Всё, qutardı getdi. Yəni bu ilə dünyanı bütöv idarə eləyə bilirlər. Yəni hop stop, hop stop. Bir dənə qaldırar, bir dənə salar, всё, ekonomika çökdü. Stop loss istifadə eləməyənlər burada itirirlər. Yəni əvvəl-axır gəlir sizi partladır. Qazanc üçün bütün balansı riskə atanlar. Məsəl üçün oturur belə, qaydacaq. Yadıma gəlir dostum, əgər səndə belə bir şey olubsa, yaz, mənə də maraqlıdır. Qaydacaq. Dəfələrlə başıma gəlib, yazıblar, göstəriblər, ətrafımda baş verib. Bu işləmir. Ya bu qayıtmır. Olanda olur uşaqlar. Yəni ona görə mən sizlə səmimi danışıram. Mən sizi qorxuzmuram. Əksinə mən gülə-gülə danışıram və motivasiya ilə danışıram ki, mən çox şadam ki, mənim belə bir işim var. Çünki millət bu biznesdir və istənilən bir biznesdə düşüşlər olur. Restoranda da olur, bərbərdə də olur, nə bilim, hər yerdə olur, karoç. Hər yerdə düşüşlər, qalxışlar olur. Bunu itki saymırıq, bunu sadəcə dövriyyə kimi, təcrübə kimi qəbul edirik millət. Bir də uşaqlar, itirənlərin içində marjanın üstünə pul əlavə eləyənlər var. Baxın, deməli, siz batırsınız, görürsünüz ki, partlamağa az qalıb. Sizin qıraqda 5-10 manatınız var, onu da gətirib qoyursunuz onun üstünə, cibinizdə bir köpük pul qalmır. Millət, yox. Mən bunu indi qazananlar sırasında deyəcəm və marjanı necə artırmaq olar. Əgər siz, məsəl üçün, mən bu dəqiqə 10.000 dollar məndə minus olmağına dapustim və o birisi balanslarda, qdiyətə hamısı bir yerdə, deyək, gətirib çıxartsaq bir 20-25 min dollar, millət, bu mənə o qədər dəymir. Çünki bunu mən artıq ayırmışam bura, bu mənim işimdə olan puldur və mən bundan yararlanıram. Mən bunu cibimdəki pul saymıram. Mən özümə, məsəl üçün, milyonarisiz ayrıdır, mən ayrıyam. Mən özümə maaş yazıram və şirkətin pulu ayrıdır. Yəni şirkətin investisiyası ayrıdır. Şirkət biraz minusa gedir, problem yoxdur. Sabahsı gün yenə də qalxır. Səhmlərə girin baxın. Apple, Tesla, o birisi, bu birisi necə olur? Yüngül düşür, sonra qalxır. Düşür, qalxır. Yəni millət, trading belədir. Əgər buradasınızsa, yüngül düşüşlər, qalxışlar olacaq. Bu normaldır, rahat bir şəkildə qəbul edirik və sevinirik ki, bizim belə bir gözəl işimiz var. İstədiyimiz yerdə yaşaya bilərik, istədiyimiz yerdə kompüterimizi açıb tradeimizi eləyə bilərik, pulumuzu qazana bilərik. Bu çox möhtəşəmdir. Əgər sən də dostum istəyirsənsə, əlbəttə ki, bizim akademiyaya qoşul. Çünki akademiyaya mən millət çox artıq vaxt ayırıram və çox məlumatlar paylaşıram. Çünki millət akademiyanı biz daha da professionallaşdırırıq. Demək olar hər həftə videolar paylaşılır hal-hazırda. Çünki bizdə Forex üçün videolar çəkilir. Ona görə hələ ki çoxlu seriyalar var və hər həftə paylaşılmalı olacaq. Çünki işlər çoxdur və sən də dostum həmən bu qatarda ola bilərsən. Bizdə abunəlik bircə dəfə olur və sən ömürlük bizim kanalımızda bütün təlimlərdən ödənişsiz şəkildə yararlana bilirsən. Yenə də deyirəm, abunəlik bircə dəfə olunur. Bütün məlumat Instagrama yazırıq və məlumat alırıq uşaqlar. Öyrənirik, çünki millət gələcəkdə işsiz qalacaqsınız. Yəni işsiz qalacaqsınız. Yenə də deyirəm sizə, biləsiz və belə bir gəlirli sahə heç yerdə yoxdur. Mən bunu açıq-aydın deyirəm, çünki millət burada qazanmağa başlayanda həqiqətən də görürsən ki, belə bir gəlirli sahə heç yerdə yoxdur. Risk var, sadəcə risk hardadır? Risk oradadır ki, sənin biliyin zəifdir. Əgər sən öyrənsən, bunu bacaracaqsan. Və belə bir təlimlərin həqiqətən də qiyməti olmur, çünki sən bir həyat əldə edirsən, bir yaşam əldə edirsən. Həyat tərzivi dəyişirsən. Yəni sən burada həyat tərzivi dəyişirsən. Burada sən bəzən dostlar yazır ki, offline öyrədirsiniz. Deyirəm, mən offline işləmirəm ki, mən offline-da dərs keçəm sənə. Yəni mən ofisdə oturub dərs keçə bilmərəm millət. Mən özüm bütün dünyanı gəzirəm və mənim tələbələrim mənə baxıb mənə oxşayacaqlar. Onlar da dünyanı gəzəcəklər. Onlar ofisdə oturmayacaqlar. Mən sizə ofisdə dərs öyrətsəm, siz də maksimum gedib ofisdə oturacaqsınız.
Amma uşaqlar, mən sizə göstərirəm ki, yaşamaq da lazımdır, görmək də lazımdır və özünüzə investisiya eləmək lazımdır. Qorxmayın. Pul gəldi gedər şeylərdir hamısı. Əsas odur ki, millət, yaşayışınızda maraq olsun, həvəs olsun. Aydın olurmu sizə? Bu kiçik bir motivasiya idi. Keçək biz görək burada ümumiyyətlə kim qazandı. Qazanan kütlələr kim oldu uşaqlar? Birincisini deyəcəm, inanmayacaqsınız. Yəni bəlkə də gülməli gələcək sizə. Nəyə görə? Çünki uşaqlar, başa çıxmayan kütlə, anlayışı olmayan kütlə, trend ha tərəfə getir, o tərəfə tapiç edən kütlə, hansı ki, ola bilsin ki, bu günlərdə gəlirli çıxdılar, çünki hamı itirmək deyilən bir şey yoxdur. Kiminsə bəxti gətirməlidir, kimsə nəsə bilməlidir. Ola bilər ki, həqiqətən də hansısa bir trader həqiqətən də oradan nəsə götürə bilib, amma inanmıram, çünki disə olacaq, mən inanmayacağam ona, потому что belə bir xəbər yox idi, yəni. Eyb yox, stop olduq, çıxdıq, qurtardı, getdi. Yəni götürəndə biz götürürük. Stop loss isə bizi qoruyur. Ona görə də uşaqlar stop loss. Yəni burada yeni başlayanlar ola bilsin ki, qazandılar və eyfariyadadılar bu dəqiqə. Burada nə qədər pul var? Deyəm bir dəqiqə belə baxım. Burada nə qədər pul var? Amma eyfariyaya getmək lazım deyil, professional öyrənmək lazımdır. Eybi yox, belə günlərdə batırmısansa, belə günlərdə itirmisənsə və Paula qədər, yəni yuxarıdakı böyük şirkətlər, korporasiyalar, Tesla'nın özü hamısı çökdü uşaqlar. Yəni burada biz kimi ki, balaca bir balıq dənəcikləri. Olur belə şeylər, maraqlıdır uşaqlar, çox maraqlıdır, ləzzət eləyir adama. Bu iş həqiqətən də gündən günə bunu daha çox sevirsən. Deməli millət, qazananların içində özünə müəyyən risk atanlar oldu. Yəni bu da necədir? Məsəl üçün mən özüm dedim ki, məsəl üçün deyək ki, sizin dilinizdə deyək 10.000 balans var. Aha, bunun 70% getsə, mən 30% götürüb çıxacağam. Həmin bir şey mən eləmişəm, həmişə də onu eləyirəm və işləyir. Çünki sən həmən aqressiv bazardan çıxırsan, sonra gözlü həmən aqressiv bazardan çıxdıqdan sonra pulu çəkə də bilərsən və yaxud da ki, saxlaya bilərsən orada. Sadəcə gedib dincəlirsən və heç bir şey eləmirsən uşaqlar. Vəsə, heç bir şey eləmirsən. İnandırım ki, sizə Tanrı sizin yanınızdadır. Tanrı sizi həmişə sevir. Tanrı sizi həmişə sakitləşdirir. Sadəcə siz öz emosiyalarınızdan şeytana uyursunuz. Yəni elə şeylər eləməyin millət. Ona görə mən deyirəm ki, uğurlu treyderlər həm də daxili, zəngin insanlardır, hansı ki, heç vaxtı emosiyalara qapılmırlar. Mən sadəcə bağladım, telefonu qoydum qırağa, inandırım ki, sizə, yəni inanın, mən yalan demirəm sizə. Mən sakitcə yıxılıb yatdım və dedim ki, şükür Tanrım, mən bu günləri belə bir rahat bir şəkildə bazardan çıxa bildim. Vəsə, nə olsun ki, bir gündür, ondan qabaq, bir ay ərzində 2000, 3000, 5000, 10.000, bir gün getsin də orada, Yəni millət, belə qəbul eləmək lazımdır, rahat olmaq lazımdır. Belə adamlar artıq gördülər ki, müəyyən bir hissə itiriblər və yaxud da ki, $1000 pulun var, swing açmısan, deyirsən ki, maksimum 500 olsa mən artıq bağlayacağam, bu ucu çıxır gedir hansı tərəfəsə, sən fix, yenə də qıraqda bir $500 var. Bir var, vapşı yoxdur, heç nə pulun yoxdur. Bir də var, sənin $500 var və sən sabahsı gün gəlib orada rahat bir şəkildə yenə də trade eləyə bilərsən. Bazarın düzəlməyini gözləmək lazımdır. Hal-hazırda uşaqlar, baxın. Mən bu trading-view-ya pul verirəm. Ona görə məndə analizlər və belənçinə hamısı gözəl bir şəkildə çəkilir, paternlərlə, avtomatik bir şəkildə. Mən buna vaxt itirmirəm. Ona görə millət, siqnal kanalımızda hər birinizi gözləyirəm. Siqnallarımız bizim demək olar ki, çox dəqiqdir uşaqlar və siz bunu sadəcə Telegram, Instagram, storieslərimizdə, Telegramda görə bilərsiniz. Videoda qalib var, sən də qalib ola bilərsən. Hal-hazırda qalibimiz budur. Dostum, bizə Instagramda yaz və $50 bizdən al. Bizdə yalan yoxdur. Yəni 100% əmin olun ki, siz şərh yazaraq qalib ola bilərsiniz və bizdən mükafat ala bilərsiniz uşaqlar. Vəsə, dəstək oluruq, like eləyirik və videonu yuxarılara qaldırırıq. Qazanan adamların burada disiplinləri var. Mən də qazanmışam. Nəyə qazanmışam uşaqlar? Gözəl bir təcrübə qazanmışam və öz 30%-mi qazanmışam. Nəyə görə? Millət, bu günləri mən itirdim, yatdım. İtirdim sözündən zəhləm gedir. Məsəl üçün, bu günləri mən belə bir təcrübə yığdım, yatdım. Səhər durdum ki, mənim məsəl üçün çıxarış eləyirəm. Ona görə motivasiyadır siz səhər duranda artıq çıxarış elədiyiniz məbləğ sizə gələndə psixoloji faktorlardır millət. Bunu heç kim sizə demir. Çıxarış eləyəndə sizin məbləğiniz sizə gələndə
sizə böyük bir motivasiya gəlir. Sonra yenidən başlayırsınız. Vso. Dünənki günü bugüna qatmayın. Dünənləri olan şey dünəndə qaldı. Vso. İndi yaşayırıq millət. Bu dəqiqə yaşayırıq. Bu dəqiqə mən sizə video çəkirəm və çox xoşbəxtəm ki, Tanrı mənə bu imkanı verib ki, mən də sizə nəsə öyrədəm. Ona görə millət, belə bir müəlliminizin olmasını istəyirsinizsə, go to akademiya. Prosto yazırsınız bizə Instagramda və akademiyaya gəlirsiniz. Vaxt itirmək lazım deyil. Sabah, sabah, sabah. Nə qədər sabah? No man, no, no, no. Sabah yoxdur. Bu dəqiqə var, indi var. Atdın, tulladın qırağa, getdin, sportla məşğul oldu, bu dəqiqə var. Sabah yoxdur, aydın olur sənə. Sabah yoxdur, dünən yoxdur, vso. Bunlar sadəcə bir təcrübə idi. Sən indi yaşamalısan. Bu dəqiqə eləməlisən. Hər şeyə bu dəqiqə çatmalısan. Bu adamlar heç vaxtı marjanı artırmırlar. Artıra bilər. Допустим, adamın deyək ki, mən sadəcə sizə ekvivalentdə göstərirəm, özünüz artıq təyin eləyin, necə hesablayacaqsınız millət. Допустим, adamın $10.000 depoziti var və bu görür ki, marjinal artıq yaxınlaşır, 9.000 minus göstərir və yaxud da ki, millət, brokeri aşağıda saxlamışam, yalandan gecə ilə, gecə spredi ilə sizi vurub çıxartmayacaq, yəni lisenzli brokerdir uşaqlar, keçid alırıq, qeydiyyat eləyirik və rahat trade eləyirik. Mən bunu çoxdan axtarmışam, mən yalan demirəm. Hal-hazırda normal bir broker tapmaq belə çətindir uşaqlar, həqiqətən də çətindir. Yəni mən bunu səmimi qəlbdən deyirəm. Və mən bunu tapmışam, çox sevinirəm və yararlanıram. Vso, ən yaxşılarına gedirəm uşaqlar, ən yaxşılarına, ən yaxşıları da sonra gedirəm. Vso. Götürürsünüz, istifadə edirsiniz, ürəyiniz istəyən qədər qazanın və çıxarışlarınızı eləyin uşaqlar. Bez problem. Bez problem, bez komissiya. Məsəl üçün, kriptovalyuta ilə depozit elədiyiniz zaman heç bir komissiya sizdən tutulmur. Bir qəpiksiz, o yana bu yana, vso. Bir qəpiksiz. Marjanı artırmırıq uşaqlar, marjanı artırmırıq. Marjanı o adam artıracaq ki, bu dəqiqə deyirəm sizə. 10 minlik hesabıdır, adamın məsəl üçün 150-200 min pulu var və deyər ki, əşi bir 5 min datım qoy, qaydacaq. Çünki onun pulu var. Yəni, burada pulu olan itirmir. Bir şeyi yadda saxlayın. Bu bazarda pulu olan adam heç vaxtı itirmir. Vso. Pulu olan adam itirmir. Pullu olmaq üçün nə etmək lazımdır? Faizlərdən sizin başınız çıxmalıdır uşaqlar. Faizdən başınız çıxmalıdır. Mən sizə həmişə deyirəm ki, faizlə işləyin əzizlərim, faizlə. O bildiyiniz faiz deyil. Birdən bəlkə də təzə baxırsan, elə bilərsən ki, o faizdəndir. Xeyr, o faizdən deyil. Burada faizlə işləmək lazımdır dedikdə mən onu nəzərdə tuturam ki, yəni müəyyən faiz. Məsəl üçün sənin balansın $100-dırsa, $200-dırsa deyək, qoyursan orada faiz dərəcəsi qazanc. Düzdür, o sənə az gələ bilər. Amma inandırım ki, sən onu çətin faizlə hesablasan, o sənə elə bir rəqəmlər gətirib çıxardar ki, sən şoka düşərsən. Çünki insan gəliri, məsələn, fikir vermisiniz Forex-də, qazananda balans tez şişir, amma itirəndə biraz çox gözləyirsiniz. Bu, Tanrıdan olan bir paradoksdur. Yəni, bu belə baş verir. Siz qazananda balansınız çox tez şişir. Çox tez şişir, başlayır şişməyə. Ona görə millət, sizdə motivasiya yaranır və siz irəli gedirsiniz. Karoçu millət, buradan nə qərara gəlmək olar uşaqlar? Səbirli olmaq lazımdır. Sizin disiplin planınız olmalıdır 100% və sizdə özgüvən olmalıdır. İnam olmalıdır ki, mən bura qazanmağa gəlmişəm. Mən buradan ailəmə çörək aparıram. Mən burada uğurlu olacağam. Bir günə milyoner olmağa çalışmayın. Bir günə milyoner olunmur. Görün mən neçə ildir bu yolu gedirəm. Görün mən neçə ildir bu yolu gedirəm. Və mən bir vaxtı heç indi yaşadığım həyatı xəyal belə eləyə bilmirdim. O xəyal elədiyim həyatı çoxdan keçmişəm və həmən həyata çatanda bu həyatı xəyal eləmişəm və bura gəlib çıxmışam və bundan sonra da xəyal edirəm və gedirəm. Uşaqlar, həyat belə işləyir, həyat maraqlıdır. Həyatdan zövq alın, bu işdən zövq alın, çalışın, sevin, sevindirin, nə bilim, uşaqlar, pozitiv olun, millət, pozitiv olun, savaşa yox deyin, yəni millət. Belə olduqda sizdə hər şey yaxşıya doğru gedəcək. Düşüncə tərzimiz dəyişməsək, millət, trading yox, istənilən bir iş bizə cəhənnəm kimi gələcək. Ona görə düşüncəmizi dəyişirik və həyata pozitiv baxırıq. Hamınıza uğur və nailiyyətlər və bolca xeyir, uşaqlar. Videonun altına şərhlər yazırıq və fikirlər bildiririk ki, belə videolar daha çox gəlsin. Bir də ki, millət, buradan əməliyyatlar görürsünüz. Bu seriya
bir həftənin içində olandı. Yəni gəliri də özünüz hesablaya bilərsiniz. Əgər uşaqlar istəyirsinizsə, bu əməliyyatları necə açmışam haqqında video çəkim və sizə görüntülü göstərim. Yəni həmin əməliyyatlar necə açılıb və necə take profitləri vurulub, yəni qrafikdə onu sizə göstərim. Millət, bu videoya maksimum dəstək oluruq. Video 10.000 baxış. 10.000 baxış millət. 1000 like. Keçən kimi həmən videonu bura yükləyirəm və uşaqlar baxırsınız və görürsünüz ki, take-ləri necə vurmaq lazımdır və böyükləri oyundan çıxartmaq lazımdır.